Neçə gündür Gəncədə o qədər külək var, səsdən elə bilirdim ki, indi hardasa ağac falan aşacaq, nəsə qəza olacaq, işıqlar sönəcək. Çox şükür ki, hər şey yaxşıdır. Bakıda yaşadığım dövrdə işləyirdim və hər dəfə bu cür külək, yağış olan zaman hər tərəfdə ya ağac aşırdı, ya nəsə dam atırdı. Ona görə də bu vaxtlar işdə çox ehtiyatlı olmağa çalışırdım xəstəxanalara gedərkən. Allah işləyən, evinə, ailəsinə çörək götürən, hər cür şəraitdə işləmək məcburiyyətində olan hər kəsin yardımçısı olsun. Kanalıma xoş gəlmisiniz. Yeni bir vloq başlayıram. Mənim saçlarım çox həssasdır və tökülməyə meyillidir. Buna görə də biberiyə yağı aldım. Bunu aptekdən 6 manat 40 qəpiyə əldə elədim. Ümumiyyətcə bu cür yağların və vasitələrin ya aptekdən, ya da keyfiyyətinə inandığınız bir yerdən əldə edin. Biberiyə yağının əsas funksiyası saç köklərini qıcıqlandırır və oyadır. Bu səbəblə də saçlar daha gür çıxmasını və tökülmənin qarşısını almağını təmin edir. Mənim bir otaq yoldaşım var idi və saçları belindən aşağı idi. Çox gür və sağlam saçları var idi. O demək olar hər axşam şprislə nanəcövhər yağı çəkərdi və saç diblərinə yayardı. Bunun məqsədi əslində nanəcövhər və biberiyə yağı və yaxud bunun kimi fərqli məhsullar məqsədi saç diblərini qıcıqlandırıb oyatmaqdır. Məsələn, saç tökülməsi səbəbilə bir dermatoloqa getsəniz, onlar da 15 günlük iynə vuraraq saç diblərini, saç köklərini qıcıqlandırıb oyadırlar. Bəzən saç tökülməsi kimi hallarda çox vaxt deyirlər ki, saçlarınızı az-az yuyun, həftədə bir dəfə və ya 10 gündən bir. Bu əslində çox səhv məlumatdır. Çünki bu halda saç dərisi yağlanır və saç kökləri də yumşalmağa başlayır və bu zaman daha sürətli şəkildə saçlar tökülməyə başlayır. Saçınıza ən azı həftədə 2 dəfə yumaq məsləhətlidir. Saçların kökdən deyil, uclardan qırılmasını önləmək üçün ən yaxşı üsullardan biri də saçlarınızı keratin etməkdir. Saçlarınızı evinizdə çox uyğun qiymətə özünüz rahatlıqla keratin edə bilərsiniz. Bu haqda kanalımda video var. Onun linkini də bu videonun altına qeyd edəcəm. Baxıb oradan rahatlıqla saçlarınızı keratin edə bilərsiniz. Saç tökülməsinin səbəbləri də fərqlidir. Məsələn, stress, vitamin çatışmazlığı, xüsusən dəmir, B12, sink və D vitamini, genetik faktorlar və hormonal dəyişikliklər. Mütləq şəkildə bunun aradan qaldırmaq üçün analiz verin və daha sonra peşəkar bir dermatoloqa müraciət edin müalicə üçün. Qızlar, bu pijamamı Trendyolda pijama evi mağazasından almışam. Orada çox ciddi endirimlər olur. Mən alan zaman 28 manatdan 12 manata endirimə düşmüşdü. Material da çox gözəldir və rahatdır. Bunu isə baldızım mənim üçün hədiyyə alıb göndərmişdi. Bu gün sizə alıb amma fərqli səbəblərdən geyinmədiyim donlarımı göstərəcəm. Bu donu yazda aldım və kətana bənzər bir materialı var. Çox sevərək almışdım. Geyinə bilməməyimin səbəbi qolları biraz qısadır. Bunu alarkən düşündüm ki, üstünə ağ rəng kətan və biraz bol köynək alıb o cür geyərəm və indi isə baxıram ki, qışda da altına qara corab geyinib, üstünə isə qısa bir jaketlə kombinləyə bilərəm. Belə bir qara don məncə bütün xanımların qardırobunda var və olmalıdır eyni zamanda. Bunu mənə bir rəfiqəm ad günündə hədiyyə eləmişdi. Cəmi bir dəfə işlədiyim şirkətdə. Bizi Niyam Salaminin restoranına aparmışlar iş yeməyinə. Cəmi bir dəfə ora geyinmişdim. Ondan sonra isə geyinə bilməmişəm heç bir yerə. Bu donumu da yazda almışdım və biraz yırtmacılıdır, uzunluğu isə topuqdandır. Həm rəngi və materialını bəyənərək almışdım. Bunu da eyni zamanda qolu qısa olduğu üçün kətan köynəklə geyinmək üçün aldım. Düşünürəm ki, bu rəngə ağ rəng daha çox yaraşar. Bəs bu rəngə sizcə hansı rənglərlə uyğunlaşdırmaq olar? Fikirlərinizi rəydə yazarsınız, zəhmət olmasa.
Və ən sevdiyim donlarımdan biridir bu don. Bunu isə çox uyğun bir qiymətə almışdım. Bu donu təəssüf ki, çox ciddi kilo verdiyim dönəmdə almışdım və bunu da çox qısa zamanda geyinə bildim. Sonra təbii ki, yenə də kilo aldım. Ona görə də qaldı. Amma inşallah ki, yenə də geyinərəm bu donu. Çünki modeli və materialı həqiqətən çox rahat və gözəldir. Bu tərəzini 3 il əvvəl Trendyoldan ilk sifariş vurduğum zaman əldə eləmişdim. Burada qiyməti 60 manat idi. Orada isə endirimlə 11 manat əldə elədim. Bu tərəzinin özəlliyi odur ki, tam olaraq bədəndə pi miqdarını, əzələ miqdarını tam olaraq ölçür. Proqramla qoşursan tərəzini telefonda və orada tamamilə hər şeyi çox dəqiq şəkildə göstərir. İndi isə bilmirəm nədəndir, işləmir. Ekranda nəsə yazı gəlir, amma ölçmür. Yəqin ki, daşından olar deyib yoxladım. Ola bilsin ki, daşı bitib deyə çıxardıb, öz daşını çıxardıb pultun daşını taxdım, yenə də işləmədi. Bunu necə düzəldəcəyimi də bilmirəm, ona görə qaldı evdə. Qaynanam göndərdiyi çamadanın içində 2 fərqli tarhana var idi. Biri çorba hazırlamaq üçün qalın olan, biri isə sanki cipsdir, çox incə və dadlıdır. Bunların dadını qarşılaşdırıb sizinlə bölüşmək istəyirəm. Bu qalın olandı və turşuluğu biraz artıqdır. Bu isə incə olan tarhanadır. Buna Maraş tarhanası deyirlər və ancaq Maraşda hazırlanır. Bunun dadı nisbətən digərinə çox dadlıdır və incədir. Eyni chips kimi dadı var və yedikcə yemək istəyirsən. Qızlar, bugün sizdən bir məsləhət almaq istəyirəm. Mən tort üçün belə bir qəlib almışam. Daha doğrusu biskvit üçün. Bu çox qısa bir zamanda paslanmağa başladı. Burada da görürsünüz ətrafında paslar var. Bunu sürtdüm də, hətta bir neçə dəfə fərqli vasitələrlə də yudum. Amma bu xeyri olmadı. Siz nə məsləhət görərsiniz? Mən bunu necə yedim ki, o kənarlarındakı paslar getsin, tamamilə təmizlənsin. Çox qısa zamanda oldu və bunu yeni almışdım. Günorta yeməyi olaraq aş dəmlədim. Yeməyin dadı qədər görünüşü də mənim üçün çox vacibdir. Ona görə sarkök və zəfəran da dəmlədim bunun üçün. Üstünə əlavə elədim. Həm qoxusu üçün, həm də görüntüsü üçün. Mərci supunu dəhşət çox sevirəm və nə qədər sınamağıma baxmayaraq restoranda yediyimiz kimi olmurdu dadı. O qədər çox sevirdik bu yeməyi, podruqamla atışıb gedirdik restorana mərci supu yeməyə. Çünki evdə özümüz o dadı alındıra bilmirdik. Bu dəfə isə çox iddialıyam bu mövzuda. Çünki bu tarifi məşhur türk restoran aşpazından götürmüşəm və sizinlə də paylaşacağım. Bir stəkan yarım mərcini 3 dəfə yuyun ki, kraxmalı tamamilə getsin. Qazana 2 yemək qaşığı kərə yağı əlavə edin. Bir orta boy soğanı yarım ay şəklində doğrayıb yumşalana qədər qovurun. Soğanların rəngi qızarmasın çalışın, tamamilə ağ qalsın. Bir ədəd rəndələnmiş kökü əlavə edin, qovurun. Və bir ədəd kartofu doğrayıb içinə töküb qovurun. Mən kartofu da rəndələdim. Daha sonra isə mərcini də əlavə edib biraz da o cür qarışdırmaq lazımdır. Tamamilə qarışandan sonra 5-6 stəkan qaynanmış adi su ya da ki toyuq suyu əlavə edib 10-15 dəqiqə qaynamağa qoyun. Tərəvəzlər tam yumşalana qədər. Duzu isə ən sonda əlavə edin ki, tərəvəzlər bərkiməsin. Tərəvəzlər bişib yumşalandan sonra blenderdan çəkin. Qatı olarsa biraz su əlavə edin ki, qatılığı açılsın. Üzəri üçün isə 1 çay qaşığı pul biber və 1 xörək qaşığı kərə yağını qazda köpürdün. Və mərciyi servis edəndə üstünə əlavə edin. Və üstünə nanə qurusu da əlavə edib limon da sıxa bilərsiniz zövqə görə. Hazırlamaq istəyənlərə nuş olsun və sonda o qədər dadlı alındı ki, həqiqətən eynən restoranda verilən, hazırlanan mərcilər qədər dadlı oldu. Bəlkə də ondan daha çox dadlı oldu. Mütləq bu tariflə siz də hazırlayın.
Vlogu sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. Yeni vloqda görüşənədək kanalıma abunə olmağı, videonu like eləməyi və rəy bildirməyi unutmayın. Hələlik.